Cənub mətbəxinin ən ləzzətli yeməklərindən biri olan balıq buğlaması hazırladım. Balığı təmiz-təmiz yudum, doğradım, aş süzənə əlavə etdim. Suyu tamamilə süzüldükdən sonra duzun, istiotun vurub yaxşı-yaxşı qarışdırdım. Mən 2 nəfərlik hazırladım. Ailə sayına görə ərzaqların miqdarını artırıb azalda bilərsiniz. Balıq sırdağı üçün istifadə etdiyim ərzaqlar pomidor, sarımsaq, cəfəri, kərə yağı, biraz duru yağ və abqora. Əvvəlcə tavaya biraz duru yağ əlavə edib yağı möhkəm isidirik. Balığın bir üzü bir qədər qızardıqdan sonra digər üzünü çevirib üzərinə fal-fal doğradığımız pomidorları düzürük. Pomidorları üzərinə düzdükdən sonra sırdağın olmazsa olmazı sarımsağı xırda-xırda doğrayıb üzərinə əlavə edirik və burada mən abqora əlavə etdim. Abqora olmasa limon suyundan da istifadə edə bilərsiniz. Üzərindən biraz kərə yağı və bu doğranmış cəfəri əlavə edib, duzu az olarsa bir qədər də duz səpib qapağını üzərinə yerləşdiririk və van modda tam 20-25 dəqiqə müddətində bişirib götürürük. İnanın o qədər ləzzətli, o qədər dadlı bir yemək alınır ki, çörəyi batırın suyuna yeyin. Möhtəşəm bir yeməkdir. Hazırlamayanlar mütləq bu yeməyi hazırlayıb bir dəfə də olsa dadına baxın. Balıq sırdağı əslində çəki və ziyad balığı ilə hazırlanır. Siz də əlinizin altında olan istənilən balıqdan hazırlayıb nuş edə bilərsiniz. Göz haqqınızı halal edin. Yeni videolarda görüşmək ümidilə.